Herkese salam dostlar. Bugün sizə ICAM 365 proqramında Wi-Fi kameraları necə quraşdırmaq lazımdır onu göstərəcəm. Deməli, proqrama daxil oluruq. Burada Google ilə giriş edə bilərsiniz. Ən rahat üsul budur. Aşağıdan ox işarəsini qoyub sonra davam edirsiniz. Gmail ilə giriş elədikdən sonra belə bir səhifə gəlir. Proqrama daxil olduq. Üstə gəl işarəsini buradan üstə gəl işarəsini basırıq. Deməli, QR kod oxutmaq üçün. Deməli dostlar, QR kod səhifəsi gələndə kameranın üstündəki QR kodun üstünü tutub oxuduruq. Deməli dostlar, buradan yuxarıda sağda Wi-Fi-də seçə bilərsiniz. Əgər düzgün Wi-Fi çıxmayıbsa burada. Aşağıda şifrəsini yazırsınız. Düzgün şifrəni yazandan sonra avtomatik kameranı tanıyacaq. Belə bir səhifə gələndən sonra kamera ilə bu QR kodu oxudacaq. Baxın bu şəkildə. Kamera QR koda baxıb tanımalıdır Wi-Fi. Kameranı indi mən powerbank enerji taxdım. Fırlanıb açılandan sonra baxın belə çağırış eləyəndən sonra artıq axtarır demək QR kodu. Receive configuration. Connect router. Artıq qoşuldu. Buradan aşağıdan buradakı cihazı bildirim səsini duyduğuma oxu qoyandan sonra davam Connect edirsiniz. cloud server. Please wait. Burada hər hansı bir kameraya ad qoya bilərsiniz, istədiyiniz bir adı yaza bilərsiniz. Mən bir dənə A hərfi yazıram, davam edirəm. Bir həftəlik hər kamera üçün pulsuz qeydə alma verir, sonra ödənişliyə keçəcək. Nə vaxt istəsəz kart yazmadan istifadə edə bilərsiniz bunu, amma aşağıdakindən davam edə bilərsiniz. Artıq gördüyünüz kimi kamera açıldı. Kameranı asanlıqla idarə edə bilirsiniz buradakı düymələrə basa-basa. Buradan da kameranın ayarlarına girib hər bir şeyi dəyişdirə bilərsiniz. İstədiyiniz kimi qoya bilərsiniz. Gecə rejimi var, işıq açma, işıq bağlama, SD kart, yaddaş kartı qoymaq var. Hər bir şey istədiyiniz kimi ayarlaya bilərsiniz. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın.